Gecə-gecə Xırdalan şəhərinin tam mərkəzində Heydər Əliyev adına olan parkın düz qarşısında qanuni 3 otaq, kupcalı, ipotekaya yararlı, təcili bir mənzil satışa çıxdı. Mərtəbə olaraq ideal bir mərtəbə, keçə evlə tanış olaq. Saat 22:00 oldu, gecə vaxtıdır, hörmətli izləyicilər. Təcili olaraq bir mənzilimiz satışa çıxdı. Biz də gəlmişik bu mənzilin təqdimatını yerinə getirək. Hörmətli izləyicilər, mənzilimiz yerləşir Xırdalan şəhərinin birbaşa mərkəzi hissəsində. Binadan düşdün, düz parkın qarşısında. Yəni evimiz də 122 kvadratdan ibarət. Evimizin qonaq otağı yoxdursa, ən azından bir 35 kvadrat rahat. Yəni qonaq otağının ölçüsü çox geniş bir evdir. Qanuni 3 otaqlı evdir. 122 kvadrat qanuni 3 otaq. Mənzilimizin giriş hissəsidir. Belə bir geniş giriş hissəsi var. Keçək bir mənzilimizi sizə tanış eləyək. 2 sanitar qovşağından ibarətdir mənzil. Sanitar qovşaqlar ayrı-ayrılıqda yerləşir. Burada gördüyümüz kimi. Burada da hamam otağımızdır. Belə bir geniş ölçülü ayrıca olaraq hamam otağıdır. Mənzildə demək olar ki, hər bir şey yenidir. Sadəcə alan adam zövqlərə, istəklərə uyğun müəyyən dəyişikliklər edə bilər. Burada mənzilimizin belə bir yataq otaqsı var. Bütün əşyalar, gördüyümüz bütün əşyalarla birlikdə təklif olunur. Sadəcə evdən çıxası televizor, bir də ki kondisioner olacaq. Qalan bütün əşyalar hamısı mənzildə qalmalı. Mənzilimizin 2 ədəd geniş eyvan hissəsi var. Keçək. Mətbəx hissəsi ilə tanış edeyim sizi. Burada da mənzilimizin geniş, böyük bir mətbəx hissəsi var. Belə bir mətbəx. Mətbəxdən də eyvan hissəsinə keçid mövcuddur. Yataq otağından da eyvan hissəsinə keçid mövcuddur. Burada da mənzilimizin belə bir uşaq otağımız var. Uşaq otağında ayrıca olaraq öz müstəqil pəncərəsi var. Çəkib sizə göstərə bilərəm. Hörmətli izləyicilər, mənzil təcili satışdadır. Demək olar ki, bazar dəyərindən aşağı qiymətə təklif olunur. 122 kvadratlıq mənzil 218.000 manata təklif olunur. Real müştəri olsa yaxşı bir endirim nəzərdə tutulub. İnşallah ki, gələn adamla ev yiyəsi özü birlikdə söhbət eləyəcək. Əlaqə nömrəmiz var. Bizi izlədiyiniz üçün minnətdarıq. Gününüz uğurlu olsun. Səhifəyə abunə olub videoları bəyənməyi unutmayın.